Ən asan üsulla gilanar və alçadan necə kompot hazırlayırıq? Meyvələr əvvəldən yuyulub suyu çəkilibdir. Təmiz bankalara biraz alça, biraz gilanar əlavə etdikdən sonra üzərinə bir qədər qaynar su əlavə edib, yaxalayıb suyu atırıq. Sonra bankaya şəkər tozu əlavə edirik. 1 litrlik banka üçün yarı stəkandan 1 stəkana qədər zövqə görə şəkər tozu əlavə edə bilərik. Sonra bankaları qaynar su ilə doldururuq. Burada gilanarların saplağı üzərində qala da bilər. Bankaları doldurduqdan sonra qapaqlarını bağlayırıq. O tərəf bu tərəfə çeviririk ki, şəkər tozu tamamilə ərisin. Sonra bankaları tərs çeviririk. Üzərini isti bir dəsmalla örtürük. Bir gündən sonra kompotumuz bu şəkildədir. Bir həftədən sonra rahatlıqla istifadə etmək olar.